İnsan gəlir bəzi vaxtlar Allahın nemətlərini üstünü örtür, gizlədir. Onun Quranda ayı var. Əmmə bi ni'məti rabbikə fəhaddis. Allahın nemətlərini sayın, danışın. Bəs özünüzlə danışdınız. Onun Quranda bir ayı var. Ya eyyuhəl insan ma gharrake bi rabbikəl kərim. Bu qədər Rəbbinə qarşı səni belə ayağa qaldıran nədir görəsən? Rəbbinə qarşı belə olmağı sənə nə vadar elədi? Adam bəzi vaxtlar tanımır deyənə şükür eləmir. Adam bəzi vaxtlar neməti bilir, amma görməməzlikdən gəlir. İnatkarlıq eləyir, bir dənə təşəkkür eləyəmir Allaha. Deyirlər, küfrün mənbəyi cəhalətdir, inatdır, inatkarlıqdır, nadanlıqdır. Amma şükrün mənbəyi irfandır, elmdir, mərifətdir, məlumatdır. İnsan birinci neməti tanıyır, sonra içində o pozitiv duyğular oyanır, əlini qaldırır səmaya, deyir Allah sənə şükür. Sonra da həmən neməti Allah istəyən yerə sərf edir.